Davam edirik. Nərmin axtarılır dostlar. Şəmiyeva Nərmin vilayət qızı karyera qurmaq üçün evdən çıxır. Karyera qurmaq üçün 3 uşağı atıb getmək mi lazım? İnsanlar qadın karyera qurmaq üçün övladından imtinam etməlidir. Batsın o karyera ki, sən övladlarını itirmək hesabına o karyeranı quracaqsan. Batsın, geçsin, içsin, bitsin o karyera. O ne karyeradır ki, mən orada balalarımdan imtina edəcəyim. O ne işdi ki, mən övladlarımdan imtina eləyib gedəcəyim. Və qurduğum karyera mənə milyonları, milyardları qazandırsa da, mən ömürlük Allahın mənə verdiyi ən böyük hədiyəni, dəyəri, neməti itirəcəmsə, batsın o milyonlar, ay Nərmin. Çıx ortaya, haradasansa tapacaq səni. Nərmin, məni eşit. Bak, sen yerin dibinde de olsa, seni yerin dibinden de olsa çıkaracağım. Bu sözü mən deyirəm. Niye deyirəm bilirsən? 3 uşağını atıp karyera arkasınca geden kadını tapmaq mənim maraq dairəmdədir. Görün, bu kadın ne karyera kuracak? Nahidəni de gönderin, beraber karyera kursun. Düzdür. Beraber karyera kursunlar. Xoşqanam xanım, bəlkə deyilən məlumat tam həqiqətə əks etdirmir. Əli müəllim, razıyam. Bəlkə Kürdəmirdən çıxmayıb o bədən. Razıyam. Ama bacısıyla yazışmanı... Var ya yazışma. Bəli, onların yazışmasını... O yazışma əsas ola bilər. Qaynana tərəf, bəli, qaynana tərəf atıb bizə. Nərmin öz bacısına yazıb. Qaynana tərəf atıb da ona. Qaynana dünənləri də efirə bağlandı. Şəmiyeva Nərmin vilayət qızı. Görən, bilən, tanıyan, anonimlik qorunur. 050-501-01-47-yə zəng edin. O cümlədən İslamla bağlı məlumatı olanlar, Biniyatov İslam Məsələoğlu 10 iyunda itkinçi psixoloji problemləri var. Harada gördünüz, dərhal bizə zəng edin. Bu arada deyirəm ki, bu Aynur'a kömək eləyə bildin sən. Xahiş edirəm mikrofonsuz danış. Daha herhangi bir şey yapamadık. Şifresini bilmiyor. Necə? Telefonunun şifresini bilmiyor. Deyir ki, şifrəsini bilmirəm. Amma sən Aynur'a kömək eləmə. Mən sən bir qadın verəcəm burada. Bax, o uşağa kömək eləyək. Aynur'a kömək eləmə, ona kömək elə. Aynur'a məncə kömək eləməlidir. Aynur'a Murad bəy kömək eləyir. Eləməyəcək, mən icazə verməyəcəm. Onda gəlin mən bu üstündən tərk edeyim, kompüterdə birkaç tuşla yapılacak bir şey. Gəlin tamaşaçı kimi, hörmət qoyuramsa bu xanıma. Onda gəlin mən tamaşaçı kimi çıxım orada oturum. Aynur xanım, siz kömək istəyirsiniz, Ağsaqqalların, Murad bəy sizə kömək eləməsinə oturum. razısınız. Çünki mən buna qadir olan bir insanım. Aynur xanım, Murad bəy sizə kömək eləməsinə razısınız. Aynur xanım, bir otur. Murad Türk vətəndaşı İstəyirsiniz kömək olduğuna eləsin görə Murad bəli, sizə? istəyirdim ki, mənə köməklik eləsin. Bəli, istəyir Murad ona kömək eləsin, o da eləyəcək. Amma mən icazə vermirəm. Onda gəlin mən studiyanı indidən tərk edeyim, gedim. Gedə də bilərəm. Mən bura gəlmən deyiləm. Gedərəm. Kömək eləmək, yəni məncə nə var ki burada? Kömək eləsin də. Problem budur ki, Naidə xəstə dərəcəsində qısqancdır. Yəni əslində elə Türkiyədə psixologdur, onu demişdi Murada ki, həssiz dərəcədə. Bu dərəcədə çox böyük güvənsizlik var. Qısqanclıq və güvənsizlikdir. Yəni onun ən böyük problemi elə yuvasının dağılmasına səbəb də. Elə insanla bir yerdə yaşamaq olmaz. Əlbəttə ki. Qadın və ya kişi fərq etməz. Yox, yəni bilirsiniz necədir? Qısqanclıq da olar, əlbəttə ki, Qaydasında. ailə. Amma bu hər şey qaydasında olmalıdır. Su belə Hər şeyin qədəri var. qədərindən görürsünüz, tökülür bir vedrəyə, bir yerə, qədərindən artıq olanda daşır, tökülür, dağıdır, hər yeri belə deyək, məhv edir. Bu da belədir, yəni qısqanclıq da, münasibətlər də, sevgi də, nifrət də, bütün münasibətlər qaydasında olmalıdır. Amma Nahidə demişdi ki, mən boşanacam. Bugün asan xidmətə getməliydilər. Bugün asan xidmətə gedəcəkdi. Gəl bura Nailə xanım. Elgün hanı? Ay Elgün. Nahidədir, birazdan sakitləşib gələcək. Evet, bu bir söz var. Kışkıra kışkıra gelen adamlar
Qayıdır gəlir. Vay o gündən ki insan sakit getsin. Hə. Sakit gedən Ay, adamlar sağ ol. qayıtmır. Ne güzel dedi. Ne güzel söz dedin. Şair. Möhtəşəm Həmişə söz yerində dedin. deyir, qəşəng deyir. Yerində dedin. Həqiqətən də. Elgün. Xoşum. Beğendi Elgün. Elgün Nailə xanımı beğendi. Can Nailə xanım necə ağlayır. Ay Nailə xanım sizə təşəkkür edirəm. Siz ki bax Elgünün belə tərbiyəsində mühüm rol oynamısınız. Çox tərbiyəli, çox belə. Elgün beğendi mikrofonu yaxın. Əlbəttə ki. Nə gözəlsən o. Həmişə belə gözəl ol. Ay Allah. Koskoca bir şehirde Tanımadım səni deyir. Sonra o mama döyürsən deyirsən. Çox dəyişir əlbəttə ki. Hə. Sən də onu dəyişdirəcəksən. Əlbəttə. Əməllərinlə, İnşallah. yaxşı əməllərinlə, yaxşı təhsilinlə, tərbiyənlə, davranışınla, bundan sonraki uğur və başarılarınla Nailə xanımı çox xoşbəxt edəcək. Amin inşallah. İnşallah. Nə demək istəyirdin mənə? Dedilər ki, nəsə demək istəyirsən. Nahidə ilə bağlı. Murad, nəsə xahişi var sənin. Murad, mikrofon... Ah Murad, sizlərə də mikrofonu tut, mikrofonu qoy, yoruldum amma. Gəl bu tərəfə, gəl. Gəl Murad, sən də gəl. Murad, gəl də, mikrofonu götür, gəl. Buyur. Xahiş edirəm, bağışla onu bir yerdə gedin. Kamera bu tərəfdədir, xahiş edirəm, üzünü bu tərəfdədir. Kamera ilə işləyir adam, amma kamera... Yox, arkadaş səni götürə bilmir, ha? Nə dedin Elgün? Barışın ondan götür get. Barış və götür Lütfen. Türkiyəyə git. Mutluluk başkasının ricasıyla olmaz. Anladın mı? Mutluluk asla başkasının ricasıyla olmaz. Hiçbir zaman sen başkasının ricasıyla mutlu olma. Mutluluğu seçme başkasının ricasıyla. Aynı şey olur. Mutlu değilsen, huzur yoksa neden Naide'yi kabul etmiyorsun? Neden affetmiyorsun? Murat, Çok basit soru. Elgün, Neden bəlkə- affetmiyorsun? Elgün, bəlkə sən ondan bir dəfəlik qurtulmaq istəyirsən. Ona görə Muratdan bunu xahiş edirsən. Yox, xeyr. Onun İstəyirsən istediği... xoşbəxt olsunlar. Hə? Əlbəttə Sen ki. istiyorsun ki Naide benle mutlu olsun. Yaxşı onda... Ben de istiyorum ki sen onun öz evladısın. Senle mutlu olsun. Öz evladı annesinin yanında olsun. Yaxşı. Tamam mı? O bakmadı, büyütmedi. Ayrı bir mevzu. Ama annen sonuçta. Belki de Yaxşı, Elgün. Yaşamadığın bir şey tamam, hakkında bir sən yorumda Muratdan bulunamam. bunu xahiş eləyirsən. Amma dünənləri restoranda mənim gözümün önündə elə sən də bax, qoy tamaşaçılar da baxsın. Ver onu efirə. Görün Elgünlə Nahidənin söhbəti nədən ibarət oldu. Dünən 2-3 saatım getdi orada, amma nəticə buydu. İzləyək. Çok kötü olmuşum. Çok eziyet çekmişim. Darbe bakmışım. Bakabilmemişim biz. Bunu bağlamayla barışım. Bağlamak sana değilim. Terk etmek sana değilim. Gece gündüz ağlıyorum. Evet, ancak sana fikirleşler. Murat da sağ olsun bana destek olur. Ateşimi kabul edeceksin dediler. Türkçe'yle bilirsen. Her gün otur. Anla. En doğal hakkını bilmek zorunda. Ya bir evladın en büyük arzusu da oturma şansı yok. Aklım olduğunu bana söylüyor. Bu konuşmayla sen kendini affeder. Bir gün daha da sen İnsanları sadece suçluyorsun. Üçüncü şu anda suçluyorsun. Farkında mısın? Çocuğun annesi gibi. Yani senin yerine bakmış olan dediğin kelime şu. O sana bunu iyi öğretecek. Ya o öğretecek olsa çocuğun aklı peki yok. dedi. Kıyafetimin yok. Her ne zaman istiyorsan başka sözler bulacaksın.
Başka şeyler bulacaksın. Murat bir dakika durmalı da kızı seviyor. Başım ağrıdı. Ama oğlumla konuşuyor. Konuş. Nahide ilə Elgünü barışdırmaq cəhdim baş tutmadı əziz tamaşaçılar. Çox cəhd etdik. Murat da cəhd Ergün elədi. sorunun cevabını kendinden aldı mı şimdi? Yok Murat cəhd etdi. Murat cəhd etdi. Yok etdi. Cəhd etdi. Yok. Murat çox istədi. Adekvat tefekkürü var. Bəli. Güzel Düzensiz psikoloji istiyorlar. savadı var maşallah. Anne evladıyla barışsın. Güzel Beraber fikirler var. yaşamasın. Yaşaması istemiyorsa yaşamasın. Doğru. Ama affet istiyorum. Sadece affet. Barışma. Ama affet. Anne olarak gene onunla görüş. Gene onunla şey yap. Ama anne olarak onu da affet. Her gün bağışlamak o demek değilse ondan bir yerde olmaz. Bak bir şey söyleyeyim mi? Mahkeme Bağışlamak kararını içindeki okudum proses. demiştim ya sen. Yerindeki proses. Okumuşsun değil mi mahkeme kararını? Mahkeme kararının Nahide'nin sana yaklaşmama cezası olduğunu biliyor musun? Biraz sesini Neden kaldırın. yaklaşamadığını biliyor musun Murat. şimdi? Yani neden yurda gelip seni göremedi? Sebep mahkeme kararı. Ama şeyi ara sor. Hatta arayabiliyorsak arayalım soralım. Yurttaki o müdürü. O müdürü. Tamam o müdürü sor. Zırt pırt arıyordu. Murat bəy, Nahidə xanım yaxşı anadır. Barışmasını istəyirsiniz. İyi bir annemin İkisi, Nahide. yani şöyle sadece Mən belə barışsın başa diyorum. düşürəm ki, Bak sən cəhd göstərsən biliyorum, ki, şunu bunlar biliyorum. barışsın, sən Bak şunu Nahidədən biliyorum. canını xilas eləyəsən. Eline en ufak bir şey Valla geçtiğinde... eyni Solmaz'ın Bak, anası elədi de. Bir şey Solmaz'ın söyleyeceğim. anası geldi bura. DNK testi bize verdirdi. Ve ondan sonra da DNK testinde kızının onun doğma kız olduğunu bildi. Kızını buradaca koydu, ana kaçtı. Sanki elə bir ki kızından canını kurtarmak için məqam axtardı. Neyden anladı? Kifayət. Kifayət kızından imtina etti. Elə bil gözləyirdi ki neçə illər üzünə durduğu sen benim kızım değilsen 5 yaşından o kapı senin bu kapı benim sen benim kızım değilsen benim oğlum var yaşıl göz sarı saç filan kes yegane Füzuli axırı DNK testi təsdiqlədi ki bu kız senin doğma kızındı ve o psixoloji sarsıntılara dözmeyen kız da onda sen mənə yaşatdıklarını sənə bağışlamıram dedi. Sanki bu sözü duymaq istəyirdi Kifayət. Onu duyan kimi kızıca attı bizim üstümüze kaçtı. İndi Türkiye'de erinin yanında. Eri var yoksa er ölüp erin evidir. Er ölüp erin pulu qalıb, elə mi? Bəli. Hə, indi Əməklisi. bax səni atdı, getdi. Doğma qızını atıp ha ana. Doğma kızını. İndi de sanki Murat düz dedi Ramal. Sanki sen Nahide'den canını kurtarmak için Elgün'le bak. Alakası yok. Ben gelirken kesin kararla geldim. Ne olursa olsun ayrılacağım dedim. Bu konuda and içtim. Ve dedim ki barıştırabilirsem Ergün'le barışsın. En azından dayanacak bir teselli alacak. Çünkü evlat kokusunu almamış. Evlada sarılmanın ne demek olduğunu bilmiyor. Ergün de bilmiyor, o da bilmiyor. Elgün Yani bu bilir. sebepten dolayı bak. Elgün Naile Hanım'a Gelinmesi ayrı bir sarılır. mevzu. Doğru düzgün ekonomik olarak maddi sıkıntıda olduğundan doğru düzgün destek de olamıyordu. Eline geçen en ufak bir şeyle mutlaka yurda yardım ediyordu. Yani söyleyemiyordu. Sana bunun haberi gelmiyordur muhtemelen. Ama yurda teslim ediyordu. Onun birkaçına ben tanığım. O yüzden söylüyorum. Düz deyir, doğru deyir. Necə? Murat doğru söyləyir. Sen analık eləməmisən mi? Qoxusunu almamısan mı? Almışam. Bəs nəyi düz deyir Murat? Yo, eləmişəm onu. Mən deyirik, Nahidə yardım edirdi, kömək edirdi. Elgün, çık. Mikrofonu ver Naile Hanım'a çık. Yani Nahide'nin son tutanağı olan oğlu da bu barışıktan imtina etti. Dünən mənim cəhdələrim baş tutmadı əziz tamaşaçılar. İndi qalır Nahide ile Murat. Nahide'nin Elgün'den sonra tek dayanacağı liman Murat'ın yanıdır. Murat, o görüş de var restoranda ama Murat'a sürprizimiz var. Murat, sen Nahide'den niye ayrılmak istediğini bilmek istiyorsan. Bilmek istiyorum. Ben mi bilmek istiyorum anlamadım. Ben neden ayrılmak istediğimi bilmek istiyorum. Siz anlayamadınız mı bunu burada?
15 yıldır bu işi yapıyorsunuz. Ben bugün seher anladım. Seher mi anladın? Seher, sabah, erken anladım. Mənə bir hanımefendi yazdı. Kısa Yazsın. bir aradan sonra devam ettik.